bildiribdir. Müqəddəs yerlər var. Məscid-ül Aqsa və Məscid-ül Haram. Və dünyada müqəddəs olan məkan, əgər mən səhv eləmirəmsə düzəldin. 2 dənə yer var. Kəbənin o... Kəbənin olduğu yer, Kəbənin olduğu yer, Məscid-ül Aqsa və Peyğəmbərin Məscid-ül Nəbəvi deyilən Mədinədəki. Mədinə şəhəri. Yəni bu yerlərdən başqa, bu 3 yerdən başqa bütün dünyanın harası olur olsun, oraya müqəddəs deyib, oranı ziyarət... Təbii ki, Amma ziyarət... Turan, üzr istəyirəm, yəni ki, bizim bu insanlarımız var, axınla, yəni ki, Kərbalaya gedirik, İmam Hüseyni ziyarət edirik. Biz müqəddəs yer mənasına deyirik. Hə, yəni ki, onlar Peyğəmbərin nəvələridir, Əhl-i Beyti olduğuna görə biz onları borcumuzdur ziyarət etmək, onları savabıdır. Biz ondan yerin müqəddəsliyindən Mən niyə görə deyirəm bunu? Bir görsən cəmaat elə başa düşər ki, səhv başa düşürlər. Yox, hörmət var. Biz Quranda göstərilən müqəddəs yerlərdən danışırıq. Müqəddəs yer, Kəbənin olduğu yer... Sonra deyicilər ki, Turan dedi ki, o müqəddəs deyil. Yəni başa düşmək. Ziyarət eləmək üçün atamızın qəbrində ziyarət eləyə bilərik, savab qazanmaq üçün və hörmətli insanların qəbrini ziyarət eləyirik, onların ruhunu şad elədiyimizə görə savab qazanırıq. Yoxsa onların bizim onlardan asılacaqlarımız olduğuna görə yox.